Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi başladı. Nefsalada Oba Market'in karşısındayız. Bugün balık festivalına gideceğiz Aygün'le beraber. Bugün festival olduğu için yəqin ki daha bazarlıq eləməyəcəyik. Həmişə biz bazarlığa ailələrə gedəndə edirdik. Nə danışırsan? Obada nağıl kimi günlər başlayır. Belə fürsəti əldən qaçırmaq olar. Nə fürsət? Obada ayın 1-dən 31-nə qədər alış-veriş edirsən, hər 10 manata bir dənə lotereya düşür. Lotereyanın içərisində 50-100 manatlıq Oba bonus kartları. Canım səhədəsin, həftədə bir dəfə iPhone 17 qazanırsan. Ondan sonra avtomobili, Çanqan avtomobili. Nə danışsan? Vallahi. Mənə bax, onda mamam tapşırmışdı ki, rayondan qaydanda Obadan bazarlıq eləyəsən. Mən girim bazarlığımı eləyim qoy. Biz gəlmişik Neftçalaya. Hər vaxtınız xeyir olsun. Ləzzət axtarışındayıq. Nefsalada bugün balıq festivalıdır. Biz də balıq yiyənik. Balıq axtarırdıq, amma maşınla rastlaşdıq. Festivalın bir dənə möhtəşəmliyinə baxın. Antikvar maşınları gətiriblər. Bu bilməm, bu Moskviçdir, 412 deyirlər, nə deyirlər? Qırmızı, açıq mavi, sarı. Sən bilərsən. Möhtəşəmdir, yəni möhtəşəm. Adamı da oradan o 80'lərə aparır. Amma düzdür, orada yeməklər bişirir. Biz ləzzət axtarışındayıq. Yeməyin iyini buradan hiss eləyirəm ya. Qoxu gəlir buram. Qoxu Amma gəlir bizim bura. kimi qarınqulu adam necə bu maşınlar bizim başımızı qatıb, hamı orada yeyir, biz burada maşınlara baxırıq. Bilirsən, bu maşınların indi qiyməti yoxdur. Yəni dəyəri çox böyükdür əslində. Ona Vallahi. görə də hər kəsə maraqlı gəlir. Məsələn, mən indiki maşınımı satıb bundan alaram, sürərəm. Heç utanmaram. Oyun çatar. Yo, niyə utanırsan? Daha da maraq cəlb eləyir. Yəni bir vaxtlar vardı ki, deyirlər ki, buna səndən sürsən, Moskviç sürsən, bu kasıb. Amma indi bunu varlılar sürür, Sizdən bir şey də var ha. Mənə elə gəlir ki, bu dəqiqə burada olan cəmaət maşınlara yox, bizə baxmağa gəlib. Bir dənə arxa plana Nə bax. qədər adam var. Belə, əla. Biz maşınlara baxırıq, cəmaət da Onlar da bizə bizə. baxır. Necəsiz, yaxşısınız? Səlyanısan sən? Yoxsa Neftçaladan? Buyur. Bütün günü balıq yiyirsiniz də, indi gəlmişsiniz buradakı balıqları yeməyə. Balıqdan bezmişik. Bezmişik. Balıqdan bezmişik. Amma biz balıqdan bezməmişik, gəlmişik yeməyə. Harda yeyə bilərik balıq? Hardan başlayaq? Hardan başlayaq? Harda? Gedin lap axıra çayxana yanına. Ay Allah, buna bax hala, buna bax. Yadınıza düşdü? Əvvəllər gəlin maşını belə olardı. Ən gözəli elə bu idi. Qırmızının 16, bəh, bəh, bəh. Bütün Sovet maşınları arda düzülərdilər, gedərdilər. Gözəl illər idi. Qardaşım, kimin maşını bu? Görürsən ki, sənin maşını qardaş. Xeyirli olsun qardaş. Neçəyə versən, neçəyə deyəndə ki, yəqin sərgi etmirsən, satmazsan bunu. Yox. Heç bunların qiyməti yoxdur indi, ha? Neçənci ildə qardaşım o? 1980. 1980? Məndən 2 dəfə böyükdür. O məndən 3 yaş böyüdü ki bu. Allah uzun ömür versin. Ay maşallah. Bu, yəni bu bizimkidir. Mənəm, ay bala, tanımadın. Gül sənsən. Neçəyə satırsan bunu? Şəxsi maşınımdır, satmıram. Amma sənə deyim ki, rəngi möhtəşəmdir ya. Aygün yaraşır sənə, canımsın. Cügülü.
nəsə onun üstündə O elə nəsə evə buraxmayanda, elə evdən icazə verməyəndə elə bir çıxıb maşının içində qalırsan. belə də var imiş, belə maşınlar da var imiş. Qardaş bu da səndir? Oy maşallah, bir dənə içəri bax. Oo, bu nədir? Bunun gözəlliyi Porsche Panamera. Bax. Gözəlliyə bax. Burada nəsə balıq var amma deyəsən yeməlidir. Salam aleyküm, necəsiz? Keyfiniz əhvalı? Nə dərsiniz? Yaxşısınız? Sağ olun, sağ olun. Bax. O nədir? Qoyumuz qabağımızda yeməlidir. Bəs mənə dedilər ki, burada yeməli balıq verirlər. Bu taxtadan balıq qoymuşsunuz. Bunlar naturalli okean korallarıdır. Nələrdir? Okean koralları. Okean məhsullarını da festivala gətirmişsə bu gün, hə? Bəs kürün məhsulları hardadır? Kürün məhsulu. Bunu da elə taxtadan verərsin bizə yeməyi. Dedi, ətdən olan harada görəsən. Bəs ona görə həvəslə çağırırdılar da gəlin, gəlin. Mən sevirəm pambıqla xoruzu. Gün. Pambıqla gün. Sonra ürəyin bolanacaq, zəhərlənərsən. Balığın üstündən bunu yemək olmaz. Balıq işinə gəlmişik. Balıq işinə yemək gəldik. tapdıq, yemək. Salam aleyküm. Necəsən qardaşım? Görmürəm. Keyfinə bağlı. Gəlin, xoş gəldiniz. Ay Fəridə, bu balıqdır. Baxaya bu iş budur. Bu nətərdir bu? Bu əlaqə. Neftçala balığı deyil? Neftalatdır ha bu. Öpürəm qardaşım. Öpürəm. Nəhayət ki görüşə bildik. Xoş gəldiniz. Nə qəşəngdir. Bu nə balığıdır? Bu Beluqadır nərə? Bu pişi mi Ayfəri? Yox, yox. Tabii Ha bu hələ pişmir. Bir dənə salsı vardı, havaydı. Neçədir bibi? 6 manat. Nə bax, xərcləyirsən bu pulu bibi? Xərclə də. Corabında gizlətdim səni bu dəqiqə o pulları var corabında. Çorabında niyə olur? Dayı. Bibinin Bibi kaşloğu çıxartdı. Köhnənin qaşlarını gördüm. Bibi bunlar qonaqların damısı. Qonaq eləyəsiniz. Sizi qonaq eləyə bilərəm. Öpürəm, yəni. Görsən, belə bibilərimiz var. Görsən, necə gözəl insan. Deyir ki, qonaq eləyirəm sizi. Dostlar gördüyünüz kimi hər yerdən qonağımız var. Dostumuz Müşfiq də burdadır. Öpürəm. Xoş gəlmisən. Öpürəm. Səninlə qismət bu balıq festivalına imiş. Mən həmişə planlayırdım Fəridlə bir görüşümüz olsun. Xoş oldu. Fərdə toplandı. Bugün Neftçalada bu festivaldaymış qismət görüşdük. Gələ, gələ. Sağ ol. Gəyi. Dadına bax ağalar, bu Neftçala balığının. Bu nədir, asatirindir? Nərə balığıdır, ya? Çiğ deyil də, hə? Bax sudan bax bir dəqiqə doğramışıq. Bu balığı, Bu balığı var. Bir neçə dəqiqə əvvəl. bu nə idi o? Bu bal. Allah haqqı, bu dilin üstünə qoysan gedirir bu. Bax qardaş, bu balıqdır. Bax bu Dişləməyə ehtiyac yoxdur mu? Yo, əli yanmalı. Bunu belə yeyirlər, değil mi? Balığı yəndə əli yanmadı, tay nə oldu da? Balığı yəndə əli yanmadı, bir şey oldu. Balığı nə idi? Ona bax belə. Balığı yerə əldə yersin. Ay Allah. Nəsədir? Əllərimizin gününə bax da bir dənə. Ayın amma çox dadlıdır ya. Çox bax. Neftçala nərəsi. Gəl bura. Gidi qoydun, əridi düşdü mədəyə. Bu nə dadlıydı ya, sənəm. Ləzzət axtarışı Neftçalada balıq festivalında. Yaxşı gedir. Ay
Müşfiq. Hı. Deməli, mən səni başa salım. Bu tiastamin çayıdır. Bunun içərisində cökə çiçəyi var. De bəh-bəh. Bəh-bəh. Bunun içərisində istiyotlu nanə yarpağı var. De bəh-bəh. Qoxusu gəlir. Bəh-bəh. Bunun içərisində razyana meyvəsi var. De bəh-bəh-bəh. Bəh-bəh. İndi efirdə xətrə dəyməsin də, sən özün babat yeyənsən. Mən bilirəm ki, qabaq var, nə qoyuldu, onu axıra kimi yeyəcəksən. Sən heç yemirsən, ac qalırsan. Yaxşı, dincə, mən də yeyirəm. Aygün, o ki, yemək yeyəndə biraz ağırlaşırsan, o yeməkdən qabaq bir dənə bax, tiastamin çayını içirsən, mədə bir dənə rahat deyir, yağ yayılır elə mədəyə. Yayılır cana. Bəh-bəh. Ondan sonra yeməyinizi yeyirsiniz, nə ağırlaşma, nə qıcqırma, hər şey qaydasında olur. Heç narahatçılıq özünüzdə hiss eləməyəcəksiniz. Onun üçün də tiastamin çayını bir yoxlayın. Gör kimi tapdım burada. Necəsən? Keyfin əhvalı. Keyfin əhvalı. Sağ ol. Çox sağ ol, yaxşıyam. Azikanı. Deyil. Bizim Müşfiq, necəsən? bizim ARB kanalımızdan ATV kanalımıza. ATV kanalımıza salam olsun. Salamlar. ATV kanalından da ARB kanalına salam olsun və mənim coşqun qardaşıma salam olsun. Müşfiq, necəsən? Sağ ol. Demə, bu da buradaymış. Mən də buradayım. Bu da Bu buradadır. kimdir? Bu qəşəng bir qızdır. Ay Geçen qız, bir qızdır. sən keçdin o Ay qız, tarafa. sən əmayiləm. Qardaşlar, Bugün necə də sonra gedir? proqram. Yemişəm balıqlardan. Mən də nəyi var balıq yemişəm. Müşfiq. Aycan. Mən istəyirdim öz proqramda səni çəkim. Deməli biz keçən dəfə danışdıq, dedi ki, Müşfiq, mən səni öz proqramıma dəvət edəcəm. məni öz- Sonra da sən məni öz proqramıma Amma dəvət. ikisi də birdən oldu da, elə bir gün. birdən oldu. Məndən gizli şəkildə söhbətləşirlər, uyğunlaşdırırlar hər şey. Mənim içindən xəbərim yoxdur. Salam aleyküm, salam aleyküm qardaş. Nə bişir sizdə? Baxa bilərsiniz. Cavanlaşırsan, Qoca idi ki. Ya bir dəqiqə deyil, gəl görüm Bu dayı bu sözü mənə niyə desin? Məsələn. Yaxşı ki demədi ki, uşaqlığımdan sənə baxıram. Dayı. Yəqin ki elə coşqun demişsən, uşaqlıqda məni izləyən adam oxşursan. Valla mən hərbiçi olmuşam. Vaxtım Sən təzə olmayıb. gör. Vaxtın olmayıb. Hardan bilirsən onda mənim əvvəlim qoca olub, indi cavanlaşmışam. Pensiya çıxandan sonra görmüşəm səni. İndi maşallah deyirəm. Pensiyaya çıxanda məni görür. Mən onu deyirəm. Mən gözəlləşirsən. Öpürəm ha, bu dayının fikirlərini nəzər tutamadım. Mən elə bildim onu Aygünə. Öpürəm. Mən elə bildim onu Aygünə deyəcək, sənə dedi, ay Müşfiq. Vallahi Dayının fikrini tutamadım ha. Düşürmədim. Qardaşlar necəsiz? Keyfiz əhvalınız. Bibilər necəsiz? Sizdən Müşfiq, bütün dünyanın mətbəxindən burada var. Dünyanın insanlarından da burada var deyir. bütün dünya deyənə xarici vətəndaşlar Hə, mənə elə dedilər, mən elə bilirəm. Hello, welcome. Welcome to Nefsala. Yes. How are you my friend? Vallahi sana əsl Nefsalalı yoxsa da məni yalana Rasimdir, Rasim. İtalya adından Allah öpürəm sizi. Bizim Rasimdir, tanımırsan. Bizim gözəl şefimiz. Nə istəyirsən var? Ən yaxşı balıq hansıdır? Ən yaxşı balıq əlbəttə ki, nərə cinsi balıq olur. Lələ cinsi balıq. O harda yetişir? Sən lələ cinsi bilmədim nədir? Nərə cinsi. Hə, elə bildim lələ cinsidir. Ha, mən lələ başa düşdüm, inanırsan. Sən də lələdir daxil evi. Mən elə dedim. Qardaşım, sizin İkimiz də eyni başa düşməyim. Deyirəm bu. deyiləmin də. Yox, mən də lələ içdim, o da lələ içdi. Amma Lələ ilə nərənin arasında bir şey yoxdur. olsun da öyle. Aşağı yuxarı yeni bir şeydir. Adı nərə olsun. Aygün gəl ye. Bu Aygünə nə verə bilər? Sazından ölür. Balığın kiftəsidir. Aa, balığı Kiftəsi. Gözəl bir şey. Balıq kiftəsi. Vallahi birinci zəvadır. Onun bir də dadına baxın. Balıq kiftəsi, Aygünə bax gör necə gedir. çox qəşəng. Yaxşıdır. Oradan. Şüməli. Bu mənim Bəli. Sənə aid olan bir şey. Bu nədir belə? Tərxunlu balıq. Tərxunlu balıq. Vallahi bunu da ilk dəfə dadına baxacağam. Tərxunlu balıq Neftçalada balıq festivalında. Ha, indi bunu sən nədir? tut.
İndi Niyə görə sən tut mən? Sən küftəni yedin, indi mən bir dənə dadına bunu baxım. Səndən qabaq. Ora düşdü. Əcəb oldu, mənim olmayanda elə olar. Buna bax. Salfetka ver sal. Düşdü üstümə. Dadlı deyə. Bir dənə də baxım. Necə mükəmməldir. Düşdü üstümə. Buyurun, ver. Möhtəşəm. İlk dəfə yedim tarxunlu balıq. Coşqun gedir. Mənə yaxşı qulluq edir, ayala da. Zəlil qalmayasan. O biri kanalına barışıdır. Məni yedizdir. Bu rulet şəxsi sousla, müəllimin şəxsi hazırladığı souslandır. Çox dadlı. Balığın tüşonkası. Bəli, bu da balığımızın tüşonkasıdır. Nə balığıdır? Bu balığın bizdə deyirlər balığın içi, salatı, nərgizi, ən yeyilən yeri. Siz onun bir dənə baxın, dadına baxın. Balıq dişonkası. Məni tapan. Agün, sən ki bayaqları götürüb Coşqunu yedizdirirdin. İndi sən bax, mənim ağzıma olan. Az da üstünə töküb, yəni yaxşı olar, gəl özünüz. Nətər? Marmalat. Şakalar. Marmalat. Şakalat. Nədir bəs? Bunu mən sənə verim bir dənə, dadına baxdırır. Yo, yaxşıdır. Necə? Bir-birinizi izləyirsiniz. Coşqun! Coşqun özə gəl, Coşqun! Coşqun! Qaşığı qoyacağımıza yerə. Bir kanalım. Yəni bunu mən də baxım da onlar yedilər. Bu həmsi balığı Türkiyədə həmsi balığı var da Mənim ən bilirsiniz çox də. sevdiyim Amma bu deyə hamısı. bizim Türkiyədən Hə, eləmiş. sevirəm ki hamısı. Türkiyə balığıdan eləmiş. Orada həmsi balığı. Kilkədir onlardan. Hamısı. Bizdə Həmsi. Türkiyədir. Hamısı bizim. Baxın. Hamısı. Gör nə qəşəngdir balaca. Milli həmsi kirkə balığından. Çoxları bu kirkə balığını bəyənmir. Deyək ki, nədir balıqdır. Amma gör bundan necə. Təmizlərim mənim narahat olmuyor. Bunun Ay, başı Allah, bunu üstündə çox olsaydı da mən sevindim yeyəcəm. ha. Çünki mən balığı başı ilə xoşlayıram yemək. Balaca balıqları. İndi bax dedilər yediniz, indi isə bizim məhsulu deyirlər satın. Satın. Hə. Biz yedik doyduq. İnşallah siz də alın doyun. Xahiş edirəm. Nəyi sataq indi? Oo, balıq lüləsi. Onu görsənlər, tamam. Oradan xanım deyir ki, inşallah bu gün doyarsınız. Hal-hazırda bu mətbəxin hazırlanmasında da bizim şəxsi dəvətlə gəlib və gəlib günləri bu əl işləri. Bir Mövsüm bəy, Bəli. Allah canını sağ eləsin. Şad oldu. Dünya miqyaslı aşpaz. Tanımağa. Maşallah bizim dünyada tanınan aşpazlarımız var. Bizim mətbəximizdən gözəl mətbəxi yoxdur tam vallahi. hazırlamışdım bunu. Çox Ona yaxşı. sozdan hazırlamışdım yeməyə, bu götürdü atdı ağzına. Onun bir dənə ikram var çörəyin üstünə, onu da götürüm tam eləyim gedək. Bunlar Bu ikra çörə. Hə, bunu görüb. Küçük balığının ikrasıdır. Üstündə də qırmızı balıq, qızıl balıq. Yəni bu yumurtadan pişmək. Qızıl balığında Altdakı küçük balığındır. çörəyin üstündə deyilmiş bu. Balığın üstündə balığın ikrası. Qarışdırmışam. Bunu ancaq Nevsalada yemək olardı doğrudan. Dincəldi. Ye onu. Özü biraz oligarx kimi hiss elə də. Bunu hər səhər yeyəmirik biz. Limuzinimi gətir oradan. Mən bunu heyf eləyərəm, dişləyib yesəm. Bunu
O qədər qarışıqlığa düşdüm ki. Allah, nə gəldi yedi, heç baxmadıq. Nə gəldi yedim ya da. Nədir? Amma sənə deyim ki, çox dadlı idi ya gün. Mən hələ Möhtəşəm idi ya. Mən balıq sevər adamam da, amma hər yerdə də balıq dadlı olmur. Mən hələ bu cür gözəl nemətlərdən fərqli nemətlər var idi, yeyirdik. Hələ davam eləyirik, bitmir, bilmir. Biz gələndə açığı nə fikirləşirdik ay gündən? Deyirdik ki, balıqdan nə qədər yemək olacaq ki? Ki, kababı, nə bilim, qızartması, fərqli balıqlar, amma dolması, kürüsü, nə bilim, kababından tutmuş fərqli. Lülə də yedik də. Lülə balıq lüləsi. Dəhşət. Bir dənə balıq mürəbbəsi yeməmişik, amma əminəm ki, hardasa çıxacaq o balıq mürəbbəsi qabağımıza. Yəni möhtəşəm festivaldır. Azərbaycanda nə qədər belə festivallar keçirilsə, çox sevindirici bir şey. Biz sevinərik. Çox super olar. Gedək, nə yeyək indi? Salam aleyküm qardaşım. Müşəmməli, necəsiniz? Keyfiniz əhvalı. Allah sizə can sağlığı versin. Siz necəsiniz? Sağ ol. Şad oldum sizi görüb görməyimə. Məmazım, o askı biraz böyle eləməz, çox yekədələmir. Yox, aşk o qədər qudurmayıb böyle eləsin. Gördün cavabı necə verdi, öpürəm. O nə elə imişdi. O eləmiş, yox. Dəyişə bilərik eynəyimizi. Baxa görə indi hansımıza qəşək. Mənim o müsaç çıxmır. Ya bunu da taxa bilir, bu daha gözəl. Baxmaq istəyir. Belə dəyişib baxmaq istəyir. Ay, nə gözəldir. Elə bir gözlərin üstü bir nöqtə kimi də belə. Gəl bir dəyişəndə. Siz hepiniz Eşref'teki yer üstünde yeşil yaprak, yer altında kefen yırtmak. Mən heç yan görmürəm. Bilirəm ki, burnumun üstü nəsə var. Amma kepkamız olur. Bunun özəlliyi nədir? Aha. Bu askın özəlliyi çayava verən cibi görür. Belə eləyəndə sizə görür. Belə elədi. Dollara bax. Dol cibində var. Saxlamısan mənə verməmişsən sən demə. Oyda. İşlər var imiş. Öpürəm əziz qardaş. Allah canınızı sağ eləsin. Bir dənə Var qəşəng çay olasın. verim sizə. İçirsiniz ya yox? Çay. Mütləq. Allah eləməsin, sizi istəməyənlər ölsün. Kimin bir də ağrıyır dirilməsin. canım. Amma siz burada təmsil edirsiniz. Çayçı Qədəş bala kimi fəaliyyət Çayçı göstərirəm. bəli. Qədəş bala. Rüfətli kişinin böyük Amma oğlu. özünüz buralıdır. Mərdəkanlar. Mərdəkan. Deyirəm də çay yəni Bakı. Bakı. Əla. Bəs Nefsala balığından siz yediniz? Nefsala balığından hələ vaxt eləməmişəm amma yeyəcəm. Çünki sırf imanlı balığa gəlmişəm. Necə dadlı. Çay ikinci plandadır mənim üçün. Möhtəşəm dadı o. Siz Bir yediniz? neçəsinin dadına baxdınız. Siz yediniz? Möhtəşəm. Deyir burada danışan balıqlar var. Aha, Qızıl. danışan balıqlar. Çayı verdim. Eynəyim sizin. Yaman da Müəllim, sizə də bir istəsən çay için danışan çay yollanak. içirəm. Gedək görək o tərəfdən nə Çay verirlər danışır, yeməyə. balıq danışır, hər şey danışır burada. Salam aleyküm, necəsiniz? Çox sağ olun. Keyfiniz əhvalı. Sağ olun, siz necəsiniz? Ooo, eşq olsun qardaşlar, necəsiniz? Həzi başqadır. Gəl canım, gəl. Demək o balığın dolması. Bəli, mən o dedim, sən də yeyərsən. Sən canım. Allah. Baxım ola. Balıq dolması. İçində bəli, balıq əti. Nə balığı? Bax bu balıq tapıyor. Baxın. Sırf suda. Oo, Böyle necə olur? sudakın dolması. Hə, barbaris dedi, sorma, onu yeyim. Dadam. Necə dadlıdır? Unadır belə. Demə balığın Davazalar. O biraz da. Bu balıq baklavasıdır. Balığın dolmasını hələ belə şeylər izləyir. O sizə çox yaxın gəlmiş. Rəqabət sevirik. Rəqabət sevirik. Oo, qəşəng, rəqabət. Deməli balıq dolmasına qarşı balıq baxlavası. Qəşəng. Balıq bağlaması. Novruz bayramı. Buna baxın. Kim yeyib balıq baxlavası? Fındığı da var ya. Bu indi əməli başlı şirindir, görəsən. Ya, şimdi. Şirindir öyle ya, dolamısan. Ay müşkül. Biz elə balıqla mən hiss eləyirik ki, onun içində sümük yoxdur. Sən gedib yapışmısan, sən gedib yapışmısan ha. Rəqabət davam edir. Hava düşüb, gəl bu tərəfə indi baxaq görək. Qardaş çağırır ki, bizə də bəngi. İndi birazdan Sən qeyri-adi şey bilir. bu qardaş deyəcək ki,
sümüksüz ləvəngi hər yerdə. O da deyir ki, məndə hələ şəkər burası da var bunun. Yox da, bu meydan, bu da şeytan. Biz videoyu göstəririk. O da göstərsin. Abi bizdə Nefsala balıqlarının o sushi də var. Ooo, rəqabət davam edir. Baklava doğrudan əladır, süperdir. Bu nədir bəs? O balıqdan manastır sayağıdır. Kotlet. Yox, kotlet. Nə var? Demək ki, bu da balıq suşisidir. Nefsala suşisi. Nətərdir la? Heyecanlıqdır. Bizim suşidən də yündə. Nefsala suşisi. Bu yiyəndən sonra adam istəyir ki, bıy. Nətərdir la bıy. Burada maraqlı yemək var, tümbəki. O da tümbəkidir. Tümbəki. Aslında olur, amma biz o balığa sintez eləmişik. Onu Bu da balıqdır da amma. Balıq nə eləmişsiniz? Balıqdır var. Maşallah bugün sən ancaq yedin ha. Bu nə idi? Tümbəki. Ən qədim olan yeməklərimizdəndir. Prosta bu ətlə olur, amma biz balıqla eləmişik. Ətlə olur. Amma bunu balıqla edirlər, nefsaladan. Dərisi nə yiyim bunu? Dərisi. Altda dərisi nə? Hə, dərisini yeməliyəm. Ştumun ləvəngisi sümüksüz. Bu bir fərqidir. Tümün ləvəngi sümüksü. Bəli. Sonra. Sümük yox. Oo, bunu necə düzəltmişsiniz? O da necə deyəm? Tümün ləvəngisi. Onun içində sümük ola bilməz. Nefsalada kütüm ləvəngisi, sümüksüz. Evet. Bu dadlıdır ya. Xoş olsun. Nə gedir özdən? Xoş olsun. Bəyənirsənmi? Ləvəngi, peçat. Aygün, mən dedim ki, qırmızı ışıq söndü. Hələ indi sönür. Hələ indi sönür. Amma tam yox, elə bir sönür yanır. Mən əlavə yer saxlamışam. Əllərinizə sağlıq, möhtəşəm. Vallahi möhtəşəm qardaş. Çox sağ olun. Süper. Biraz çox oldu elə bil. Maşallah festivalda elə gözəl keçir. O qədər balıqdan gözəl təamlar hazırlayıblar. Nəfəsim kəsilir. Bu əynimdəki bu gödəkçənin də qabağını aça bilmirəm. Üstüm başım yağırsın nədir? Yağırsın. Aygünar etdi. Aygünü görmədin qardaş? Yox, özünü tutma, bir dənə şəkil çəkirəm. Bir dəqiqə şəkil vaxtıdır. Mən Aygünü görmədin. Ha? Yox. Ha, hayır. Buraya qardaş, bir də şəkil çəkir qardaş. Çəkdirəcək də bir dənə. Yetərdir, bəlkə sağ. Heyecanlıdır. Heyecanlıdır ya, baxıram ki heyecanlıdır maşallah. Elə şəhər. Buyur. Ay hala, nə dəkəndir bu? Salam aleyküm. Necəsiz? Çox sağ olun. Bu köməksizdir yanınızdakı. Təzə stendimizdir. Təzə. Burada son balığı qızardırıq. Nə balığını? Sırf balığı. Sırf balığı. Onu da sırf da bizim tərəfdə deyirlər ha, bildiyim qədər ha, sırf balığı. Siz öz neçəladansınız? Bəli. Mən deyirəm də. Necəsiz qardaş, keyfiniz əhvalınız? Bu sırf balığının özü burada bişirir. O, qara tavada. Bizdə belə bir dənə deyim var ha, qara tavada. Qara tava moddur da o. Qara tava
qara tava hər yerdə yoxdur. İndi bizim o nənə babalarımız saxlayıb qara tava yeməyə çox sağlamdır. Ha, onu deyirəm da. O dövrdən qalan o tavalar moddadır. Adınız necə oldu? Ayda bunu bu. Ağabazı xanım. Bəli. Aşpaz siz də özünüz də. Nefsalan bütün yeməklərini bilirsiniz. Bəli. Maşallah. Bu indi sırf balığından kotletdir də. Bu məndə yer bu qədər qalıb balaca. Onu da istəyirəm bu kotletlə bağlayayım. Onu da xahiş edirəm bir dənə o kotletdən Aygün xanıma ver. Aygün xanıma verməyək, mənə verəyim. Bir xahiş edirəm o kotletdən də Aygün xanıma ver. Can qardaş. Oo. Müşür sən topsan. Sən topsan. Bak bu bir dənə bunu, baba bir dənə bölüm buna bir dənə baba. Oy, 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 oy. Yəni dadına baxım görüm bu necədir bu, nətərdir bu? Çox əladır. Çox əladır oğlum. Möhtəşəm. Bəyəndim yəni bu balıq kotletini. Sırf balığından sırf balıq kotleti. Bir tərəfdə sırf deyirlər buna. Belə yediğimiz sudak balığının kotletidir. Ağabacı xanım. Belə əllərinizə sağlıq. Bal pətəyidir ya. Yup yumuşaq. Dilin üstüne koyarsam bir sənədə sürüşür düşürmədi. Necəsən kardeşim? Ata, kardeşler galiba hoş gelmişsin. Sağ olma kardeşim. Kurt dişi ya adı kurt dişi. Film çıkıp var, teze filmi çıkıp var. Can kardeşim, gedib arada bir tane izle onu. Mütlə. Mütlə, öpürəm Kimin səni. adından gedim? Müşfik Şahverdiyev mi? Mənə gələn də babələnsin olur, daha da xərcləmək istəmirəm. Yaxşı, alarız. Kardeşler gelip ha gör buna bak bir daha buna bak ata. Bəh. Kara ikram. Bu yeməlidir ama. Bu ata, bu kardeşindir. Gel ata. Birini götürüp yiyebilirler. Ay götür, Ağsakal, sən ye elə bir ki biz yedik. Ha, buyur. Dede balası. Aha, buyurun. Ben bunu yiyeceğim sen götürme. Ye. Olar da bu ne oldu? Olar. Bu ne oldu ata? Ye, daha neyneye de şey getir. Ne olar olmaz. Əlbəttə ki olar, o ayıb olar ki. Olar olmaz. Olar. Onu da yedim bunu. Getdi. Aha. Məncə sən onu uddun. Onu uddun. Udmamışam. Udmamsan. Ha, boğularsan danışma belə. Nuş olsun dayı. Dadını soruşda necədir? Dadı necədir dayı? Güzel. Hala. Bir daha ata ölsün de yiykin ha. Bunun qarasından yiyəcəm amma sən necə Ata. ağız ör yaşıb qara yıkıra ya. Anaya da belki bir daha. Ata bir de anaya da belki ana da yiyorsun. Bir de anaya da belki ana da Anacan. yiyorsun. Ay iyi de yani ondan gözü. Bu kırmızı çürü yedi. Aha, qırmızı. Sən maşallah görən kimi qarasını yedin. Az bilmir ha. Az bilmir ha. Öpürəm dayı, çox sağ ol. Ata bir daha sen Kardeşler. ye bir daha ben yiyeyim tutarsın. Tutarsın daha hiç kime kalmasın. Birini ben yedim. Ey dad ya sen, bu qara ikram. Özdə bu nefsalan ikrası. Bəh. Mehmetcan. Məhəmməd bal yedirəm. Dede balası. İmkan vermir bu. Sayxana. Meştaha'yı da salamla. Meştaha'ya. Vıy. Öpürəm. Ne değil böyle? Vıy. Öpürəm qardaş, öpürəm. Kəkliyotu, itburnu, əvəli, bunların hamısını öz əlimlə yığmışam. Ay dayı, ay sana qurban olum. Ha bu yaşında sen özü niye dağa daşa vurmusan? Ha bunlara ehtiyac yoxdur. Herbafloranın bütün növ təbii bitkilərdən çayları var. Gətir bir dayın içsin də. Bax dayıcan, Tiabron öskürəyi anında kəsir. Tiakart yüksək təzyiq üçündür. Florelax içirsən, huzur tapırsan, sakitləşdirir. Mirfazin şəkərli diabetlər üçündür, mütləq içmək lazımdır. Hələ sən tiastamini dadasan, mədə üçün tərkibində nanə yarpağı, kətan toxumu, o qədər bitkilər var ki, saymaqla bitməz. Bir gözəl çay dəmləyim, gətirin bax.
Ne yiyirsən burada? Pambıq şəkər. Ara, cəmaat orada balıq yeyir. Sən burada gəlib pambıq yeyirsən. Həmin yemişiyə balığı. Ha? Balığı. Bal balığın üstündən indi yeyirsən pambığı. Siz mənə pambıq almadınız bax. Ən azından pambıq tapdım burada. Oy Allah. O boyda balığın üstündən sən onu necə yeyirsən indi? Axı. Siz mənə pambıq almadınız. Yedi sən pambığı bu. Çox sağ ol. Mayaqdan yalvarıram biri mənə pambıq al. Ürəyim bulandı ya. Bu boyda balığın üstündən bu pambığı necə yeyir abi? Çox qəşəng. Səndə maşallah mədə lakatdır ya. Məndə elə qırmızı işıq sönmür. Allah, mədə də. Belə yerim. Sən mədəyə bir dənə göstər. Necəsiz, keyfiniz, əhvalınız? Yaxşısınız qardaşlar. Bu nədir? Balıq supu. Apiti yoxşadı. Bunu da gördük. Balığın da supu, qəşəng, super. Özdə, yəni balıq supu ola bilər. Yəni bişirirlər, düzdür. Amma piti qabondalı küpdə görmüşdün balıq supu köpdə? Nə balıqdır ki onun içində? Gələndən soruşur, piti deyil, yox, piti deyil. Fareldən sup eləmişsiniz bunun içində. Elə bunda pişir. Deməli bu küpdə nə var? Neftçalada bu küpün içində balıq supu bişirirlər. İndi mənə maraqlıdır bilirsiniz. Həblə şəkillər bunu görsə deyəcəklər ki, ha bizim piti qabında balıq supu nə yazır? Amma Neftçalada balıq supu verirlər bu küpdə. Şəkidə də gedib piti yeyə bilərsiniz bu qabda. Müşfiq, yaşıl almanın içində də balıq hazırlayırlar. Yaşıl biri var idi, balığı deyil, Biri də var xanım yeyib. balıq idi. Balığı yeyiblər. Çox əzə bizə Bu saxlayırlar. ətdir. Onun içində ətdir. Bəli, ət. Balığın əti. Xeyr, adi ət. Bu sup maraqlıdır, balıq supu. Bəli, balıq supudur. Sup maraqlıdır. Bunu adam elə birbaşa elə aya varsa istəsən gedək, amma Qırmızı işıq. inandırım sizi. Boğazımdadır, dirənib. Bunu yeməyə ev yoxdur. Getmir də, ilişib da bura kimi yemişik. Bura kimi yemişik, maşallah olsun. Balıqdan bu günləri çox idi burada məhsullar, yeməklər, hə? Yoxsa səndə qalıb? Yox, yerim var hələ, yeyə bilərəm. Səndə hə? Sən zapas bak elə bir daxilsən özündən. Mən bölgələrə gələndə... O Asinkəndədir, o kimə verirsən o bakı? Öncədən hazırlıqlı gəlirəm də. Qıraqda bak görsən, Allah, yəni bu mənlə eyni yiyir, daha məndən də çox yiyir. Nə olar, mənə pambıq alındı. Nə pambığı? Mən pambıq aldı oradan. Ay, gedə aptekdə alacam sən. Yox, pambıqdan istəyirəm. Alacam da aptekdən alacam. Nə bişirir burada? Burada balıq əkmək, balıq kebabı. Bayaqdan biz gəzə-gəzə ancaq balıq yeməkləri görürdük. Çünki bu günlər balıq festivalıdır. İndi nə görürük? İndi tükədir. Yerli cəmaatın tikədir. Balıq qonaqlar üçündür. Əlbəttə ki, bu yerli cəmaət bütün günü yeyirdi o balıqdan da. Ha, deməli burada bu nə balıqdır? Balıq ekmək. Balıq ekmək. Balıq çörəyi də, balıq çörəyi. Çörəyin arasına balığı belə qoyurlar. Yəni sən onu ay-gün yeyərsən. Bəli. Balıq ekmək. Çörəklə bu da. Bəli. O boyda yeməyin Amma mən üstündən. bunu gözləyirəm ha. Bunu istəyirəm. Orada nədir? Oo, orada var, hələ gəlim. Bu gəl. Mən ancaq bunun bir dənə dadına baxaram. Çarta birində başıdır o. Eşanmaz başıdır. Ay qız onu yemirlər. Ola bu necə? Bu qopartdı başını. Ay qız orasını yemirlər, bunun başını atırlar, bədəni yeyirlər. Çart onu. Necədir? Coşkun demiş bal. Bunun amma qabığı çıxarılmayıb da, üstündədir. Aha. Ümumiyyətlə mən dəniz məhsullarını çox sevirəm, ayım. Siz dədə babadan genetik olaraq həmişə krevetka yemişsizdən səhər gün orta, axşam
Ona görə də. İkradır bu, krevetkadır. Canım. İnansan qalan mənəm ki İnan olarsan. can bayaqları qara ekran necə yedinsə onu da hiss elədim ki, sən onu çox görmüsən deyə artıq yəni bezmisən, yorulmusan, normaldır qara ekran yeyəndə. Mən Lənkəranda dənizin kənarında böyümüşəm. Cigərim. Qapımızı açırdın, evin arxası dəniz idi. Ləpə bizim evə vururdu. Mən də bütün günü balıq yemişəm. Novxanada dənizin düz kənarında böyümüşəm canım. Bəh, 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 Cənnət bəh. buradadır, bəh, cənnət, bəh. cənnət. Ona bax. Oo. Bəh, bəh. Bəh, bəh, bəh. Balığın vətənində ancaq belə şeylər olar da. Balığın vətənində. Mən siz yedin ki. Götür. Hə? Balıq dolması. Balıq dolması. Necəsiz? Keyfiniz ahvalınız necədir? Çox sağ olun, Allah razı olsun. Xoş gəldiniz. Həqiqətən də bizi sevindir Səlyan Neftçala zonasında belə festivalın keçsə. Bizim məqsədimiz olsa Səlyan Neftçala mətbəxin bütün dünyaya çatdıraq inşallah. Bizim mətbəximizdən yoxdur. Həqiqətən Azərbaycan mətbəxindən yoxdur. Vallahi. Xüsusən də Səlyan Neftçala mətbəxi tamam başqa aləmdir. Bəli, görün bir dənə balıqdan Bir dənə dolma necə oyun çıxardırıq. Bir balıqdan supundan tutmuş, kotletindən, kababından, dolması buna bax. Oy, bu deməli Səlyanın Neftçalanın. Ha, Səlyan Neftçala Bəli, məşhur yemək. ən məşhur yeməyidir. Çox gözəl. Balıq dolması. Balıq dolması gözəldir. Yeyirsən hər səhər bundan? Hə, yeri. Bəs bu krevetkalar hardan gəlir? Krevetkalar Neftçala. Hələ bişməyib. Bu krevetkalar pişməyib. Yox, sifariş verirlər setkada. Ha, orada qızardı. Bu kürdən çıxır. Bəli, bəli. Oy, maşallah, iri krevetkalar, kür krevetkası. Bütün balığın ləvəngisi sümüksüz. Aha, bu. Ha, sümüksüz. Bəs bu? Balıq konservi, bütün balığın konservası. Oo, gözəl, gözəl, gözəl. Buradan bir dənə. Bundan bir dənə götürün dadına baxın. Bir stəkan. Ha, Vay, 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 vay. Bunun dadı möhtəşəmdir ya. Aygün. Sümüyü də pişir, 8 saata pişir. Bizə tərəf yeyir. 8 saata pişir. 8 saata, 8 saat qaynayır. Möhtəşəmdir Aygün. Yağışa bax. Oo! Yağı. Mən gedirəm gizlənməyə daha. Game on. Let's go. Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi bitdi.